Азербайджан – основной торговый партнер Китая на Южном Кавказе. За первые 3 месяца этого года объем взаимной торговли превысил $1 миллиард. Это почти на 40% больше показателей того же прошлогоднего периоda. Tamamıyla özü tarafından hazırlanmış Jiutian 9 Göy adlı bir pilotsuz uçuş aparatı təqdim etdi. Bu aparatın alt hissəsində böyük modul tipli tapşırıq konteyneri yerləşdirilib və bu konteynerin üzərində fırtına tapşırıq konteyneri sözləri yazılıb. 9 Göy pilotsuz aparatı aşağı hündürlükdə uça bilən turbofan mühərriki ilə təchiz olunub. Maksimum qalxış çəkisi 10 tona, maksimum uçuş məsafəsi isə 6000 kilometrə çatır. Bu pilotsuz aparat bir anda yüzlərlə dron və ya naviqasiya funksiyalı gəzən bombaları buraxa bilir. Daha da heyrətləndirici odur ki, o PL-12 hava raketləri 1000 kiloqramlıq Aurora adlı yerüstü hədəflərə atılan bombalar, Ley 16 dəqiqliklə idarə olunan bombalar, hətta Yingzhou seriyalı raketlə daşıya bilir. Bu Xahiş olunur imzalanmış sənədləri mübadilə edəsiniz.